Bismillahirrahmanirrahim. Esselamu Aleyküm. Bu günləri biz günümüzdə olan, yəni keçən dəfəki günümüzdə olan əxlaq haqqında mövzusunun davamını gətirəcəyik, o söhbətin davamını gətirəcəyik. Yəni o mövzuya baxmamısınızsa, bu videoya baxanlara deyirəm, yəni istəsəniz səhifəyə keçib günümüzdə olan əxlaq mövzusunu tapıb oradan baxa bilərsiniz ki, əvvəlki mövzuda nə danışmışdım. Sonra isə buna da baxa bilərsiniz. Yəni buna da baxıb davamını yəni görmək üçün də, yəni ona baxıb sonra buna bax. Bugünkü mövzumuzda da həmin o hissənin davamını gətirəcəyik. Günümüzdə olan əxlaq. Keçən dəfə biz danışdıq. Baxmayanlar deyirəm ki, yəni keçən mövzu ki, əgər ona baxmamısınızsa bu mövzunu tam anlaya bilməyəcəksiniz. Yəni biz keçən dəfə danışdıq, nələr dedik. Dedik ki, əxlaq nələrə deyilir? Əxlaq hər şeydən ölçülmür də, yəni hər şeyi deməlisən əxlaqsızdır bu. Yəni əvvəlki mövzuda bunu danışmışıq. Əgər baxmayanlar varsa, əgər çoxsuz baxmısınız yəqin. Bu videoya baxanlar səhifəyə keçib yəni baxa bilər. Əxlaq, mən bu gün də istəyirəm əxlaqın elə özü haqqında danışım. İmamlarımız Həzrət Əlinin bir hədisi var ki, əxlaq haqqında, əxlaqın zirvəsi. Gözəl əxlaq hər bir yaxşılığın başıdır. Gözəl əxlaq hər bir yaxşılığın başıdır. Hər bir yaxşılığın başı. Gözəl əxlaq hər bir yaxşılığın başıdır. Bəli, insanın gözəl əxlaqı olsa, əxlaqın çox gözəl olsa, bir yaxşılığın başıdır. Yaxşılığın başıdır, ən başlıca hissəsidir. İmam Əli həmçinin insanın dəyərini onun əxlaqı ilə ölçərək deyirdi. İnsanın dəyəri əxlaqı ilə ölçürdü İmam Əli. Həqiqətən də yəni belə ki, insanın dəyərini əxlaqı ilə ölçmək lazımdır. Mən keçən dəfə dedim, xasiyyət insana iman pəncərəsindən yəni bax, insanın xasiyyətinə, əxlaqına bax, ona baxın. Əgər baxmansızsa, yəni deyirəm, yenə səhifəyə keçib baxa bilərsiniz. İnsan öz ədəbi ilə tanınar. İnsan öz ədəbi ilə tanınar. Nəsli ilə deyil. Nəslin yəni belədirsə, sənin nəsli görürlər, bunun atası qəşəng adamdır, onunla tanınmır. İnsan öz ədəbi ilə, ədəbli, əxlaqlı, bununla tanınar. Bununla, xahiş edirəm, yəni bu məsələləri öyrənin və bilin. Əxlaq haqqında, yəni keçən dəfəki mövzu istəsəniz bax, səhifədə məsəl üçün keçmədən izləyə bilərsiniz ki, nədən danışdıq bu mövzuda və davam nə idi burada? İnsan öz ədəbi ilə tanınar. Nəsli ilə deyil. Yəni budur. Sənin atan yəni belə də, bunun atası qəşəng adamdır. Bu atası bunu bilsən kimdir? Yəni buna hörmət eləmə. Yox. Onunla tanınmaz. Ədəbi ilə, öz ədəbi əxlaqı ilə, ədəbi ilə tanınar insan. İmam Sadiq də əxlaqın üç əlamətindən hədislər var. Praktik tərəfləri haqqında əxlaqın üç əlaməti və İmam Sadiq bunların praktik tərəflərini deyir. Gözəl əxlaq üç şeydədir. Gözəl əxlaq üç şeydədir. Birincisi, insanlara qarşı mülayim olmaq. İnsanlara qarşı mülayim olmaq.
lazımdır. İnsanlara qarşı mülayim olmaq lazımdır. Bu praktik tərəflərindən İmam Sadiq əleyhissalam demişdi ki, gözəl əxlaq 3 şeydədir. Birincisi insanlara qarşı mülayim olmaq. 2. Danışığında mehribanlıq göstərmək. Danışığında hər dəfə danışanda mehribanlıq ilə danışığınızı danışın. Mehribanlıq ilə danışın. Danışanda mehribanlıq. Qarşılaşdığın insana gülər üzlə salam vermək. Qarşılaşdığın hər insana gülər üzlə salam vermək. Qarşılaşdığın hər insana gülər üzlə salam vermək. Bunları 3 məsələdir ki, bunları deyir. İmam Həsənin də belə bir hədisi var. İmam Həsənin hədisini deməmişdən əvvəl bunu deyim ki, qarşılaşdığınız hər insanla gülər üz salam vermək. Başlıqda nə demişdik? Gözəl əxlaq 3 şeydədir. İmam Sadiq buyurur. İnsanlara qarşı mülayim olmaq. İnsanlara qarşı həmişə mülayim olun. Mülayim, sakit. Bunlar. Danışığında mehribanlıq göstərmək. Danışığında həmişə mehribanlıq göstərmək. 3. Qarşılaşdığın insana güləriz salam vermək. Qarşılaşdığınız hər insana güləriz salam verin. Gülərüzdən. Bu da əxlaqın praktik tərəflərindən biridir ki, İmam Sadiq əleyhissalam deyir. İmam Həsənin hədisi var ki, ən böyük İmam Həsən ən böyük sərvət deyir. İmam Həsən başlayanda İmam Həsən əxlaqı ən böyük nemət hesab edərək buyurur. Həqiqətən əxlaq İmam Həsənin nəzəri ilə ən böyük sərvət, ən böyük nemət hesab edir. Deyir, ən gözəl gözəllik gözəl əxlaqdır. Ən gözəl gözəllik gözəl əxlaqdır. Yenə də baxın, həmişə biz qız da istəyəndə həmişə baxın, məsələn görürük ki, məsələn ən gözəl əxlaq, yəni ən gözəl gözəllik əxlaqdır. İnsanın dili, əxlaqı budur, xasiyyəti. Xasiyyət də yəni rol oynayır. Biz əxlaqdan deyirik. Əxlaq rol oynayır. Ən gözəl gözəllik gözəl əxlaqdır. Ən gözəl gözəllik gözəl əxlaqdır. Yəni bir insanın üz şeylərinə baxmayın ki, yəni bunun üzü qəşəngdir. Xeyr. Həmişə mən qız seçəndə deyirəm də, yəni əxlaqı ən gözəl gözəllik gözəl əxlaqdır. Gözəl əxlaq önəmlidir. İmam Rızanın da hədisi var ki, İmam Rıza əleyhissalam buyurur ki, imanın kamil olması. İmam Rıza insanın inancının əxlaqı ilə birbaşa bağlı olduğunu belə ifadə edirdi. Birbaşa bağlı, inancı ilə əxlaqı ilə birbaşa bağlıdır əxlaq. Birbaşa bağlıdır. Belə ifadə edirdi. İmam Rıza insanın inancının əxlaqı ilə birbaşa. Bir də deyim, İmam Rıza insanın inancının əxlaqı ilə əxlaqı ilə birbaşa bağlı olduğunu belə ifadə edirdi. İmanı ən kamil olanınızın
olanınızı imanı ən kamil olanınız əxlaqı ən gözəl olanınızdır. İnsan imanı ən kamildirsə imanı, mən sizə imanınızın kamil olmağını arzulayıram. Əxlaqı ən gözəl olanıdır. Bir insanın imanı kamildirsə, imanlı insandırsa, onun gözəl əxlaqı var, həm də gözəl əxlaqı var. Bəs niyə əxlaq belə önəmlidir? Niyə? İslam dinində əxlaq sadəcə nəzakətli olmaq deyil. İslam dinində əxlaq sadəcə nəzakətli olmaq deyil. Sadəcə nəzakətli olmaq deyil. Həm də ibadətin bir parçası sayılır. İbadətin bir parçası əxlaqdır. Əxlaqdır. Bir parçası sayılır. Həm də ibadətin bir parçası sayılır. Hədislərdə qeyd olunur ki, qiyamət günü tərəzidə ən ağır gələcək əməl məhz gözəl əxlaqdır. Hədislərdə qeyd olunur ki, qiyamət günü tərəzidə ən ağır gələcək əmr məhz gözəl əxlaqdır. Bu hədislərdə qeyd olunur, bəzi hədislərdə qeyd olunur ki, qiyamət günü ən ağır gələcək əməl məhz gözəl əxlaqdır. Məhz gözəl əxlaqdır. Əxlaq sadəcə daxili dinclik də deyil. Əxlaq həqiqətən də, yəni insanın daxili dincliyidir və insanlar arasında da hörmətidir. Əxlaq yəni bunlardır. Bir insanın insanlar əhatəsində hörməti varsa, bu əxlaqdır. Əxlaqlı olmağın bir göstəricisidir. Daxili də həm də dinclikdir. İnsanın daxili dinc olur, sakit olur. Orada, burada başı fırlanmır. Yəni onları buraları düşünüb min dənə pis şeylər yoxdur. Daxili dinclik. Baxın budur. Hörmət qazanmağında vasitəsidir. Yəni bunlardır. Yəni əxlaq yəni imamlarımızın hədisindən də görürük ki, İmam Həsən buyurmuşdur ki, nə buyurmuşdur? Ən gözəllik gözəl əxlaqdır. İmam Rıza nə buyurmuşdu? İmanı ən kamil olanınız, əxlaqı ən gözəl olanınızdır. İmanı ən kamil olanınız, əxlaqı ən gözəl olanınızdır. Mən bunları bəzi keçən mövzularda demişdik. Yəni əxlaq haqqında hədislərdən bir neçəsində demişdik. Əvvəlki baxmaq istəyirsiniz, səhifədən keçib lap əvvəllərə qayıdıb orada bəzi mövzu söhbətlərimizdə buna baxa bilərsiniz. Yəni bir neçə dənə hədisdə bu hədislərdən birini demişəm. Yəni əxlaq nədir? Əxlaq imamlarımızın da göstəricisidir. Həm də əxlaq niyə belə önəmlidir? İslam dinində əxlaq sadəcə nəzakətli olmaq deyil, həm də ibadətin bir parçasıdır. Hədislərdə də bu qeyd olunur ki, qiyamət günü tərəzidə ən ağır gələcək əməl məhz gözəl əxlaqdır. Allah bizim imanımızı kamil etsin. Allah bizi həqiqi mömin müsəlmanlardan qərar bilsin. Allah bizə gözəl əxlaq nəsib etsin inşallah. Bugünkü söhbətimizlə mövzumuzun da sonuna gəldik. İnşallah onun davamını da inşallah gətirəcəyik inşallah. İstəsəniz yenə də deyirəm, keçib səhifədən bunun əvvəlkinə baxıb əvvəlki söhbətimizə baxa bilərsiniz. İstəsəniz əgər. Amma girib baxa bilərsiniz. Çox gözəldir. Yəni Allah bizləri və sizləri qorusun. Yenə deyirəm, imanımızı Allah kamil etsin inşallah və bizi gözəl əxlaqlı olanlardan nəsib etsin inşallah.
Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu.